İkinci faktor ona görə zəruridir ki, bizim təməlimizdə olanları nura doğru çəkib çıxartmaq üçündür. Yəni ikinci faktor birinci faktora təsir edir. Üçüncü faktor və yaxud üçüncü amil təmələ, əsasa təsir edir, lakin zahirən təsir edir. Yəni o zaman ki o bu əsasa müdaxilə etdikdə və orada müxtəlif növləri tapanda, baxmayaraq ki, söhbət həmin elə buğdadan gedir, onun müxtəlif növlərindən. İndi isə dördüncü amil. Nəyə görə o zahiri amillərdir? Yəni yağış, külək, günəş. Bunlar nəyə görə zahiri amillər adlanır? Çünki onlar həmin o buğda dənəsinə öz xüsusiyyətlərini ötürürlər və həmin o buğda bu təsirin nəticəsində öz əsasından uzaq bir forma alır. Əlbəttə ki, bu əsasa təsir edən xarici amillərdir, lakin biz nə alırıq? Biz həmin o məhsul alırıq ki, o məhsulun içindəki xarici amillərin xüsusiyyətləri o dərəcədə bir-birinə qarışır ki, biz burada artıq tamamilə başqa bir varlıq əldə etmiş oluruq. Bax, bizim başımıza gələn də budur. Budur bizim axtardığımız. Həmin o xarici yad bir faktor axtarırıq. Çünki biz almaq istəyimizdə qalmaq istəmirik onun bütün formaları, növləri ilə birlikdə. Biz istəyirik ki, həmin bu almaq istəyinin üzərinə vermək xüsusiyyəti gəlsin və o almaq istəyini idarə etsin və beləliklə də almaq istəyinə yeni bir forma versin ki, biz o almaq istəyinin daxilində almaq istəyi kimi yox, vermək istəyinə bir yanacaq kimi istifadə edə bilək almaq istəyindən. Bu zaman biz artıq adi bir buğda olmuruq. O xarici faktor həmin o buğdaya elə bürünür ki, artıq buğdanın yerində tamamilə başqa bir şey yaranır. Buğda isə daxilən öz istəkləri ilə, öz xüsusiyyətləri ilə bu kənar faktoru dəstəkləyir.